Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində Savxoz ərazisində 84 nömrəli bağça yolunda asfalt yoldan 200 metr məsafədə sizin üçün 3 sotda şəxsi özünə məxsus 3 otaqlı bir evin təqdimatına aparacaq. Değerli izləyicilərimiz, evimiz tam küçənin üstündədir. Gördüyünüz kimi küçəmiz qəşəng, genişdir, ətraf yaşayışlıdır. Qiyməti münasib qiymətə deyilir. Görürsünüz də sağ, solu qəşəng bağ yeri saxlanılıbdır. Evimizin sağına soluna da keçmə olur değerli izləyicilərimiz. Sizin üçün ətraflı göstərəcəm. Bu hissədə padvalın qapısı dəmir qapı ilə qoyulubdur, qıfılla bağlanıbdır. Bu evimizin arxa tərəfidir değerli izləyicilərimiz, gördüyünüz kimi. Digər də yan tərəfini sizin üçün göstərəcəm. Değerli izləyicilərimiz, evimiz rahat şəkildə 4 tərəfinə də girmək olur. İnşallah evin içərisində də sizi tanış edəcəm dostlar. Evin önündə qəşəng belə bir xudmani balkonu, oturub özünüz üçün rahatlıqla istirahət edə bilərsiniz. Qəşəng qabaq navestidir. Keçirik evin içərisinə. Evimiz koridor proyektidir. Girişdə belə bir koridorumuz qəşəng geniş istipoldur değerli izləyicilərimiz. İstipoldur. Sizi ilk olaraq sağda mətbəxlə tanış edəcəm. Mətbəximiz değerli izləyicilərimiz çox qəşəng genişdir. 5 yarım 3 olar bura. 3 yarım. 5 yarım 3 yarıma qəşəng geniş. İstipoldu mətbəximizdir, amma əlavə olaraq radiator yerində çəkilibdir. 4 tərəfi də cüt daşdan tikilmiş bir evdir dostlar. Burada bizim qəşəng belə bir geniş qonaq otağımızdır. Qonaq otağımız da genişdir. Televizor kabelinə kimi, rozetkasına kimi hər bir şey çəkilibdir. 4 tərəfin spotları da yanır. Burada bir yataq otağıdır. Değerli izləyicilərimiz. Burada da istipoldur. Radiator yeri də var. Burada bizim ikinci yataq otağımızdır. Burada da radiator yeri yani qoyulubdur. Burada da bizim sanitar və sanitär qovşağıdır değerli izləyicilərimiz. Evimizin qiyməti 65.000 manata deyilir. İnşallah gəldiyinizdə real alıcı ilə danışıb razılaşma olur. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.